Əritmək üçün nə deyərdiniz? Piyləri əritmək üçün, əgər siz piylərin ərimə prosesini yağı tavaya qoyub kənardan baxıb izləyib onun əriməsi prosesi ilə qarşılaşdırırsınızsa da beyniniz, yəni bu elə bir şey deyil. Piyləri əritməkdən ötürü bədənin həmin o piylərə, yəni potensial enerjiyə ehtiyacı olmalıdır. Bədənin də nə vaxt ehtiyacı olur enerjiyə, sizin nə vaxt pula ehtiyacınız olur. Pul azalanda başlayırsınız. Məsəl üçün də bir insan düşünün ki, işdən çıxardılar, maddi sıxıntı çəkir, necə ki kredit götürəcək. Bax, orqanizmində krediti həmin o piylərdir. Orqanizmi elə bir vəziyyətə gətirib çıxartmaq lazımdır. O sizin piylərinizdən kredit olaraq istifadə eləsin. Bu qədər bəsitdir əslində. Yəni, kalori defisiti yaratmaq lazımdır və kalori defisiti ilə paralel bunu uzun müddət davam elətdirməyi bacarmaq lazımdır. Və uzun müddət davam elətdirmək üçün də məntiq çərçivəsində bir kalori defisitinə ehtiyac var. Nə qədər az yeyəcəm, o qədər tez arıqlayacam prinsipinə sadiq qalacaqsınızsa, həm heç bir şey nail olmayacaqsınız, həm də ki problem yaşaya bilərsiniz.